Salam olsun herkesin üzerine. Allah'ın rəhməti və bərəkəti herkesin üzerine olsun. Bütün xalqımızın, bütün bizi kanalı izleyenler herkesin üzerine olsun inşallah. Güne yeni bismillah dedik. Güzel geçsin bu günümüzde. Bütün ömrü hayatınız güzel geçsin əzizlərim. Kim benim kanalımı izleyir. İzləməyənlərdən hamısı belə kızlar durmuşuq. Bugün yoldaşım evdədir. Bu arada biz Zoopark vlog izləmişsiniz artıq çox güman ki. O vlogun səhərsidir yəni. 6-cı gündür bugün. Belə. Demək, indi qəşəng yumurta pomidor eləyəcəm. Qəşəng kərə yağında, qəşəng duzunu da əlavə eləmişəm. Kəklik yoğurtu əlavə eləmişəm bura, qara çay əlavə eləmişəm. Gözəl bir çay dəmləyəcəm. Bu arada dünənlər biz əraziyə getmişdik parça almağa. Oradan mən çəkmədim. Çox gözəl orada samavarlar vardı qızlar. Bizim həyətdə samavar yoxdur. İnşallah ki gələn ay imkan edib samavar alacağıq. Çox 7 litr 200 manata. Çox münasibdir. Çünki başqa yerlərdə baxmışıq 3 litr 200 manata, 2 litr yarımı 170 manata, 140 manata belə verirlər. Amma razıyım da Talkuçkanın içində. Bir dənə mağaza var idi, girən kimi, əsas girişdən girən kimi. Orada çox qəşəng idi, münasib idi. Özdə qədimi samavarlardı, köhnə samavarlar. İnşallah onu alacağım. Allah'ın izniyle qəşəng orada samavar çay dəmləyərik. Gəlib qonağım olarsınız. Belə yumurtaları əlavə eləyək. Artıq hər şey hazırdır. Aparım bunu da yesin. Ömərə də verəcəm. Ömər də yesin biraz. Dünənləri Ömərə belə karandaşlar almışam. Çox sevdim. Sındırdın da sen sındırdın. Qəşəng qabı da var, Ömər sındırdı. Ama karandaşlar qəşəngdir. Hem bitirir dəqiqədə bir unutmaya ihtiyac yoxdur. Hem de o kadar belə materialı qəşəngdir. Belə əl vurursan yumuşaq yumuşaq. Yumuşaq parıltılı belə qəşəng. Yatanda belə bundan yatıbdır şunu. Xoşun gəldi Ömər? Qəşəngdir Ömər, heç nə olmaz. Heç nə olmaz oğlum, canım sağ olsun. Qəşəngdir. Yanağı da göyərib stolun qırağına vurub başladım. Belə. İndi göstereceğim birazdan. Başka ne almışıq? Aslında içeri. Tünellər də gec oldu, göstermedim sizə. Bu arada yeni deyirəm, siz vlogları bir neçə gün arayla izləyirsiniz, amma mən arda çəkirəm deyə dünən deyirəm, yəni Zoopark günümüz. Buna baxın. Oğlum, ora niyə girirsən? Axı, ora sənin yerində, orada toz soğuran oturur. Ay. Olmaz ora girmək. Yaxşı, indi mən çıxardaram toz soğuranı, olar? Aha, sən oturarsan orada. Deyə mən çıxardım, eləmə elə. Sən olmasa üstüvə düşər. Bax, sürüşər oğlum, üstüvə düşər. Mənə bax. Anaya bir dənə bax. Anaya bax. Yaxşı, açdım, açdıq. Qızlar, yatağı dəyişdim. Öz yatağımı dəyişdim. Yemək yedik, hər yeri yığışdırdım bu arada. Sərgiyə saldım, hər yanı yığışdırdım. Qəşəng toyuq çıxartmışam. Çıxırtma eləyəcəm, bugün qəşəng aş süzəcəm. Əlimdə niyə bununla gəzirəm? Demək, dünən Ömərə aldığım geyimləri bir sizə göstərə bilmədim, yorğunum deyə. İndi onları bax, atıram yumağa, qəşəng. Mən paraşotu unutmuşam, alım. Dünənləri, bax, bir dənə onu unutdum. Heç də olmaz, zərər yoxdur, bir dəfə. Bundan yaram, hiçbir şey olmaz, bir dəfə elə. Hoşum, omunun bu qaralar üçün olanı da əslində atdım bu Ömərin paltarına yumağa. Nəyə görə? Çünki quru paraşoklardan biraz daha çox qorxuram. Yanında uşağın paltarlarını. Ona görə bu dəfə belə olsun, heç də olmaz. Neyək tutarıb. Sonra sabaha bir günə çıxanda alarıq marketdən. Həmişə Aptavoydan alırıq. Bax, bayaq indi sizə göstərdiyim bu omumda Aptavoydan almışam. Çox razıyam. İranında çox razıyam. Həm yumuş kimi ətli gəlir qəşəng. Həm də pirbollar bir sizdə bahadır. Bahadır, ona görə bunu almışıq. Bu 4 neçədir ya 5 neçədir. O gün bir izləyici qiyməti soruşmuşdu. Yazdım, düzdür yorumda cavab, amma bilmirəm gördü həmən xanım ya görmədim. Belə. Deyirsiniz ki, ağ geyimlərdir, qaralar üçün onu atdım da neyim qızlar. Quru paraşokdan daha çox qorxuram. Həm də həkim Ömərə
quru paraşok istifadəsinə icazə vermir. Çünki Ömərin bez dərsi həssasdır. Ona görə problemdir yarada bilər uşaqlarda. Ona görə sulu, maye paraşoklardan istifadə elə. Fərqi yoxdur uşaq üçün olan, böyük üçün olan deyir. Yəni belə ki, biz o vaxt uşaq olanda belə baxanda adam həmişə deyir ki, sizin vaxtınızda uşaq paraşoku yox etdir. Yazıq canımız əllə deyir, ağ sabunla deyir, yurduq atırdıq ora. Qızlar gəldim, qəşəng düyü süzməyə, 2 stəkan belə düyü süzəcəm. Çox süzməyəcəm, çünki mənim yoldaşım düyü sevən deyil. Mən də aralıqda orucdayam deyə 2-3 qaşıqdan artıq yemirəm. Çünki karbohidrat çox olmaz da qəbul eləmək. Ona görə. Belə bu qədər hazırlayacağım. İndi bunu biraz yuyum qəşəng, tuzlu su əliyim. Qalsın biraz burada. Toyuğumu da yuyum. Soğan çayla qəşəng qovurum, çıxırtmağa hazırlayayım. Belə. Deməyə qızlar, düyünə əlavə elədim, suya indi. Belə qəşəng. Qaynasın. Tuzlu suda biraz saxladım. Pax saxlayayım ki, aslında hərlik. Soğança belə doğradım. Buradan çox iri düşürük doğradıqlarım. Onu nazik doğramışam, neysə. Yağ da əlavə eləmişəm. İndi bir dənə altını yandırım. Biraz bunu qovurum, qəşəng. Toyuğun bir qismi donu açılıb, bir qismi hələ yox. Ona görə dedim, birinci soğançanı hazırlayayım, vaxt itməsin, uşağı da yatışdırmalıyım. Burada da ağları qoymuşam qaynama rejiminə. Ona görə dedim, bunu bir dənə hazırlayayım. Süzüm aşıda, Öməri sonra yatırdım. Sonra gəlirəm, toyuğu pişiririm, sonra bunları birləşdiririm. Heç nə olmaz. Dəfətə belə olsun ardacılıq. Belə. Yavaş soğançı ölür. Biraz da şəkər tuzu əlavə edəlim ki, karamelisi olsun qəşəng. Şingərə yenəcək belə. Yox olub gedəcək o boyda soğan. Belə. Qəşəng aşımı süzdüm, təməyin qoyum. Belə açdım burada belə yerlər yağ üçün. Belə etsin bu dəmə. Qızlar, arxa fondakı səsə görə üzülür. Sayın faktorlar hərdə bitməyib. Ağları qoymuşdum deyə qaynama rejimin. Ona görə indi bitəcək. Bu arada bunu keçər vlogumu izləyənlər bilir də alça turşusudur. Özüm hazırlamışdım öz əllərimlə. Öz həyatımızın ağacınındır. 2 dənə belə turşu qalır. Bunu toyuğa əlavə edirəm. Çox dadlı olur. Həm qəşəng turşumaca dadlı gəlir, həm də çox qəşəng qızarır. Belə bu arada soğan da burada hazırdır. Bunlar da məcədir. Bu arada öncədən biraz qaynatdım. Çünki bu market toyuğudur. Market toyuğu hiç xoşlamıram da mən qaynatma yəni olmadan pişirəndə. Nəsə xoşlamıram. Qaynadıram biraz azca. Ki çirkli suyu, qanlı suyu çıxsın, atım. Sonra belə qəşəng qızardım. Belə buzunu əlavə elədim, yoğurt, salkök, bir də turşu. İnşallah bu da qəşəng qızarsın, sonra soğanla bunu görüşdürəcəm. İlk qıraqda da biraz istəyirəm pişmiş qovurum. Sonra oxtaxmış eləyir, nə qədər ki Öməri yatırdım. Öməri yedişmişəm, Öməri yeməyi ayrı idi, onu yedişdim, yatırdım. Qəşəng kərə yağında biraz kişmiş, biraz da ərik yudum əlavə elədim. Qızardım. 2 nəfərlik deyə az elədim də. Bu belə toyuğum. Bir də nə bibər, nə pomidor əlavə eləməyəcəm. Yoldaşım belə istədi, ona görə. Belə. Ancaq üstünə çıxırtmaya necə yumurta əlavə edilir, sadə eləyəcəm. Qızlar, qəşəng yeməyim hazırdır, pişdi. Mənim yeməyim. Yoldaşıma da özümə də çəkdim. Özümə sinəti qoymuşam. Belə. Gedim qəşəng oturum yiyeyim. Səhərdən mən heç nə yeməmişəm. Saatda belə doğradım. Biz nuş eləyənə qədər Ömər yatıb. Sonra gedək nə işlərim var onları görüm. Baxım çatdırsaq həyəti yığışdıraq. Belə. Qızlar, qurudu paltarlar gətirdim. Çox vaxt elə ipin üstündə qatdalayıram səliqəli ki, evə salanda mənə rahat olur. İndi sizə göstərəcəm nə almışam. Demək elədim, ütüləmədən göstərim, sonra ütüləyərəm. Baxım,
Bəlkə bugün eləmədim, çünki başqa paltarlar da var yulası, hələ yulur. Onlar da qurusun, bir dəfəlik ütülüyüm hamısında, hər dəfə ütünü çıxartmayayım. Belə bir pijama aldım. Pijama dedi ki, bunu gündəlik də giyinə bilər evdə. Elə küçəyə də giyinə bilər, çox qəşəngdir materialı. Bunun ikisinə 20.90 verdim. İkisinə 20.90 verdim. Belə Simba multik xoşu gəlir Ömərin. Elə bəyənib, vav, elə qalıb uşaq. Çox qəşəngdir. Həyatda daha da qəşəngdir. Telefonun flashını söndürdüm ki, bəlkə rəngin daha aydın, daha yaxşı görünür. Çünki işıq düşəndə flashla yəni çəkəndə bir başqa rəngə dönür rəng. Belə 2 dənə ən çox yəni yatmağa düşünüb almışam bunları. Çünki yatanda qarnı falan açıq qalmasın deyə. Yayda da belə geyindirirəm onu. Altdan bir dənə body geyindirirəm. Mayka tipdə bir də bunu elə yatır. Çünki bizdə yay boyu kondisioner işləyir evdə. Ona görə də belə mütləq ki geyindirirəm onu. Belə bir yaşıl qəşəng şortik aldım. Bilirsiniz də mənim favori rəngimdir yaşıl. Oğlumu da gilə geyindirirəm, sevirəm. Bu şortik bu köynə ilə dəstidir. Bu 90-cı illərdə çox dəbdə idi. Bir ara kişilər geyinirdilər, böyük kişilər də. Mənim atamda da olub belə köynəklər, cavan vaxtım. Belə əsl istirahətə getməklik stil bir şeydir. Bıraknik belədir bu arada. Bu dəst halında 30 manat idi. Dəst halında 30 manat idi. Belə çox qəşəngdir. Ömərə də bilirəm ki, çox qəşəng yaraşacaq. Mən həmişə düşünürəm ki, ümumiyyətcə geyimə gözəllik verən insandır. Geyim gözəl ola bilər, amma baxırsan ki, bəzən geyinirsən, o deyil də, yəni sənə yaraşmadı, oturmadı sənin əyninə, amma maşallah olsun, Ömərə hər şey yaraşır. Yəqin ki, svetli olduğuna görədir, ya nədir bilmirəm, amma ya da mən anasıyam, ona hər şey yaraşdırıram. Maşallah olsun. Belə bir futbolkalar götürdüm. Bunlar üçü bir yerdə idi. Elə bil ki, bir dənəsi 8 neçəyə düşürdü. Bu arada hamısını LC-dən almışam. Neçilərdəki LC-dən. Bax, belə üçü bir veşilkada idi. Bilirsiniz də, orada ikili bodylər, necə ki, bu body ikili dəst şəklində almışam. Bunlar da belə orada satırlar. Baxın, bir də belə ağ köynək idi. Belə boz. Bir də belə yaşıl. Oğlum böyüyür, maşallah olsun. Paltalarına baxıram. Öz-özümə deyirəm ki, balaca bəbək idi, əlimdə itib batırdı. Əlimdə yox olurdu, itirdi. Amma indi maşallah olsun, maşallah böyüyür qızlar. Belə, həqiqətən vaxt tez keçib gedir. Adam geyimlərdən daha çox bunu hiss edir. Ana çox hiss eləmir övladın böyüdüyünü. Çünki əziyyəti ən çox ana çəkir. Ən çox ana da vaxt keçirdən övladına və hiss etmir böyüdüyünü. Amma bir anlıq oturub baxanda geyimlərinə və yaxud da ki, çəkilən videolara deyirsən ki, subhanallah, necə böyüdü. Analara, atalara, nənə babalara hamısına göz dolu övladlarını görməyə nəsib eləsin. Xeyrin görək inşallah. Bütün hər kəs, biz də inşallah öz övladımızın xeyrin görək. Belə qızlar, bu şortik yəni, bax bu köynəklə dəsti. Buna 30 manat verdim. Bunlara 20.90 verdim. Bunların üçünə də bir yerdə 24 neçəsə qəpikdə belə bir şeydir. O şimdi 24 manatda. Sanki bir dənəsi 8 manata düşdü. Və tək-tək də orada güya indirim adı ilə satılırdı köynəklər, belə futbolkalar 7 manata, 6 manata. Amma onların keyfiyyəti o deyildi. Yəni çox nazik idi. Elə bir ki, suya bastın, çıxartdın, yox olacaq da. Elə bir keyfiyyəti var idi. Amma bunlar nə çox nazikdir, nə çox qalındır, normaldır da. Belə çalışdım ki, Ömərin yenə də ona yaraşacaq rəng tonlarını seçeyim. Elə qızlar, mənim bazarlığım. Bir də corabları, corablarını da gətirim, göstərim sizə. Corablarımız da bunlardır, belə. Özüm belə rənglər seçdim ki, digər şortiklarla da, keçən də ona xeyla şortik almışdım, dəstli şəkildə, belə tək almışdım. Hələ hamısı durur da. Ona görə dedim, belə rəngarəng olsun. Corabları, siz necə idi? Elə bir ki, rəngi qış rənginə uyğundur da. Başa düşdünüz nə demək istəyirəm. Belə. Və belə. Bir dənə də rəngi var, ağ belə boza çalan, o ayağındadır. Onu yuxudan duran kimi corablarını gördü, onu seçdi, götürdü, o ayağındadır. Belə qızlar, bunlara da 7 nə qədər verdim. Ümumi 80 manat tutdu bazarlığım uşağa. Özümə də parça aldım. Da onu çəkməyi unutdum. Parça almışam.
keçən vlogda dedim də sizə, zoopark vlogunda demişəm əslində. Daha onu çəkməyi unutmuşam. İnşallah ki paltar hazır olanda çəkərəm, göstərirəm sizə. Yay paltarları tikdirirəm özümə hicab uyğun. Belə, ümid edirəm bu vlogumu da bəyəndiniz. Bəyəndinizsə abunə olmağı, bol-bol yorum yazmağı və bəyən butonuna basmağı unutmayın. Bir də zil butonuna bassaz çox şad olaram. Məndən gələn bildirişlər sizə vaxtında çatacaq. Videolarım, shortslarım, canlılarım hamısını vaxtında görəcəksiniz. Belə qızlar, bunları ütülənmə mərhələsini növbəti vlogda izləyirsiniz inşallah. Dəlik, ümid edirəm görüşərik.